Çox fəzilətli bir aydır, Peyğəmbərə aid olan bir aydır. Peyğəmbər bu ayı bütün oruç tutardı. Bu ayın orucunu mübarək Ramazan ayının orucuna birləşdirərdi. Peyğəmbər buyurur ki, Şəban mənim ayımdır. Kim bu ayda bir gün oruç tutsa, cənnət ona vacib olar. Birinci xütbədən sonra bu hədisləri yaxşı başa düşərsiniz. Bəzi adam deyir, nə oldu? Belə Allahdır. Belə Allahdır ki, bəhanə gəzirdi. Kim bir daşı götürsə, cəmaatın əziyyət verən daşı götürüb kənara qoysa, cənnət ona vacib eləyər. Bilirsiniz niyə? Mühüm olan o daşı götürmək deyil, ruhiyyəsidir. Deməli, başqalarını düşünür mənim bəndəm. Başqalarını fikirləşir. Bu bir dənə əməl göstəricidir ki, bu egoist deyil. Özü keçdi, götürür ki, başqasına narahatçılıq yaratmasın. Kim bir gün Şəban ayından oruç tutsa, Peyğəmbər buyurur, cənnət ona vacib olar. İmam Sadiq əleyhissalam buyurur ki, elə ki Şəban ayı gəldi, İmam Zeynul Abidin əleyhissalam səhabələrini topladı. Hamısını topladı. Dedi, ey mənim əshabım, heç bilirsiniz bu nə aydır ki, Şəban ayı daxil olub? İnsan doğrudan da insandırsa, gərək bilsindən hansı ayda yaşayır. Başqa canlılardan fərqi budur da insanın. Bilirsiniz nə aydır? Ay dəyişib, bu da bir düşünsün ki, bu nə aydır? Yoxsa aylar keçsin, o biri canlılar necə ki, gəzir, dolanır, otlayır, yiyir, içir, bilmir axı o nə aydır? Bu da bilmir. Ona görə İmam Səccad toplayır, deyir ki, siz insansınız, biz insanıq. Bilirsinizmi hansı ay daxil olub? Şəban ayı. Bu Şəban ayıdır. Və Peyğəmbər buyurub, İmam Səccadın sözüdür, Şəban mənim ayımdır. Bu ayda Peyğəmbərin diqqətini cəlb etmək və Allaha yaxınlaşmaq üçün oruç tutun. İmam Səccad buyurur. And olsun o Allaha ki, Əli ibn Hüseynin canı onun əlindədir. Atam Hüseyin ibn Əlidən eşitmişəm. O da atası Əmir əl-Möminindən bu sözü nəql edir ki, hər kəs Şaban ayında Peyğəmbərin məhəbbəti və Allaha yaxınlaşmaq üçün oruç tutsa, Allah da onu sevər və qiyamət günündə kəramətinə yaxın eləyər və cənnəti ona vacib edər. Cənnət ona vacib olar. Bacardığınız qədər, nə qədər gücünüz çatır? Bu ay hələ qabaqdadır. Bacardığınız qədər bu ayda oruç tutun. Nə qədər gücünüz çatır? Bir gün, 2 gün, 3 gün, ondan daha çox, nə qədər bacarırsınız? Bəzi adamlar da 1 ay tutur. Gücü o qədərdir. Bu ayda oruç tutmaq çox önəmlidir. Bu ayı necə keçirmək çox önəmlidir. Mübarək Ramazan ayındakı vəziyyətimiz bu ayı necə keçirməyimizdən asılıdır. Çox təsiri var Ramazan ayına. Çox təsiri var. Amma özünüzü çox yükləməyin. Sevgi ilə əməl eləyin. Özünüzlə mübarizə aparın, amma tutumunuz qədər. Havaya düşüb tez özünüzü yükləməyin. İbadət gərək tutumu qədər olsun insanın. Vacib ibadətdən əlavə ibadətlər. Tutumu müəyyən elə, deyən ilahi gücüm buna çatdı. Mən də bunu elədim. Çox şey verərlər buna. Bugün hər gün istiğfar eləmək bəyənilir. Hər gün imkanınız olsa 70 dəfə bu zikri deyə bilərsiniz. Əstəğfirullah və əsəluhu tavbə. Çox asan zikirdir. Əstəğfirullah və əsəluhu tavbə. Yəni, istiğfar edirəm, bağışlanmaq istəyirəm və sənin də mənə tərəf dönməyi istəyirəm. İlahi, mən sənə tərəf gəldim, sən də mənə tərəf gəl. Sən bunu deyirsən, Allah deyir elə, mən gətirdim səni, özüm gətirdim, özüm deyirlə, sən mənə tərəf dönməmiş, mən döndüm ki, sən gələ bildin. Amma sən belə denən, deyilən, əstəğfirullah və əsəluhu tövbə. İstiğfar halında ol. İstiğfar halı gözəl haldır. Yaxşı ki, birinci xütbə mənim köməyimə çatır bunları sizə. Ona görə şərh eləmirəm. İstiğfar halı bəndəliyin halıdır, təvazökar hal. İnsan Allah qarşısında biraz baş aşağı olanda Allah onun başını ucaya qaldırır. Bəndəlik halı istiğfar halıdır. İnsan bəndədirsə, Allah da Allahdırsa onun huzurunda təvazökar gəzir. Nə qədər mehriban danışır günahkarlarla. Baxın Quran-ı Kərimə.
Ya ibadiyellezine əsrəfu alə ənfusihim. Adama ləzzət eləyir, müraciəti ləzzət eləyir. Ey özünə zülm edən bəndələrim. Bəndələrim sözünə baxın, ey bəndələrim. Yəni, ey övladım, oğlum. Ya ibadiyellezine əsrəfu alə ənfusihim. Yəni, siz bəndəlikdən qaçdınız, mən sizi bəndəlikdən çıxartmadım. Siz mənimsiz, mənim bəndələrimsiz. La təqnətu min rəhmətillah. Allahın rəhmətindən ümidsiz olmayın. İnnəllaha yəğfiruz zunubə cəmi'a. Allah bütün günahları bağışlayır. Bundan artıq nə desin bizə? Hansı dillə bizi çağırsın? Allah günahkarlarla bir alimdən eşitmişəm bu sözü. Çox mənə təsir edib. Bir dəfə də Qədir gecəsində demişəm. İndi də qismət olsa deyərəm yenə. Nə olar ki, təkrar orada da deyərəm. İndi də deyirəm. Deyir, o qədər mehriban danışır günahkarlarla. O qədər vədlər verir günahkarlara ki, böyük insanlar görür, tamaha gəlir. Hamısı özünü aparır, salır günahkarların cərgəsinə. Görür ki, günahkarlarla çox xoş danışır axı. Odur ki, gedirlər başqa şeylərə yox. Deyirlər, biz də salaq özümüzü bu cərgəyə, bunlara çox şey verirlər. Fikir verirsiniz? Ona görə övliyalar ən günahkarların dili ilə danışırlar Allahla. Çünki görür ki, bunlara nəsə xas xüsusi mərhəməti var. Peyğəmbər də deyir, gedin mən də onların cərgəsinə özümü salım. Əleyhissalam da elə deyir, İmam Səccad da elə deyir. Bütün övliyalar. Günahkarlara o qədər nəvaziş edir ki, böyüklər heç biri demir, mən böyüyəm. Deyir, elə mən günahkaram, ən günahkarı mənəm. Görür axı günahkarlara mehriban. Ona görə hamı günahkar olmaq üstündə dava edir bir-birindən belə deyək. Günahkar olmağını qabardır. Bu dəstəyə daxil edir özünü. Bu ayda sədəqə vermək çox gözəldir. İmkanınız olan qədər çalışın, başqalarına faydalı olasınız. Xahiş edirəm sizdən, qısa ömürdür, pul üstə yığmayaq. Xərcləməklə azalmır, valla azalmır. Heç kəs pulu düz xərcləməklə kasıb olmayıb. Kim ki qorxur verərəm azallar, o Allaha inanmayıb. Bunun xəzinənin sahibi odursa, deyirsə buna ver, necə ola bilər ki azalsın? Yenə deyirəm, azalacaqsa başqa səbəbdən azalacaq. Ola bilər azalsın, amma xərcləmək səbəbindən olmayacaq. Mütləq başqa səbəbdən olacaq. Xərcləyin, gücünüz çatan qədər az olsun, imkanınız nisbətində xərcləyin. Hətta deyir, xurmanın yarısı ilə belə, yəni o varlılar o saat deməsin, elə xurma bəsdir. Varlının, amma kimin imkanı yoxdursa, bir xurma ilə də. Biz xurma hissəsini eşidir yaxı o saat. O saat hamı gedir, xurma alır, kərdi yanır məscidin qapısında. Deyir, bu qədər söz danışsan, infaqdan, sədəqədən eşitmir. Xurmanı tez eşidir, gəlir onu verir ki, hədisdə xurmanı deyib, o adam üçün ki, başqa heç nəyə imkanı yoxdur. Nə qədər xurma yedizdirəcəksən cəmaata. Ona görə də sədəqə bu ayda çox fəzilətlidir, çox üstündür, əlindən gələn qədər başqalarına sədəqə verəsən. Hətta bunu da deyiblər ki, var dövlətiniz yoxdursa gülüşlə, təbəssümlə insanları şad eləyin. O da olmayanlara aid var dövlət. Bu da belə. Və hədisdə var ki, Allah cəhənnəm odunu haram edib bu ayda sədəqə verənlərə. Cəhənnəm odunu haram edib. Deməli, 3 dənə ən çox bəyənilən əməl, oruc, istiğfar və sədəqə. Gündəlik zikirlərdən biri də salavatdır. Bu ayda çox salavat deyin, çünki Peyğəmbərin ayıdır. Salavat zikrini tez-tez deyin, gün ərzində. Salavatın çox savabı var. Hədisdə var ki, bir bəndənin əməl tərəzisi yüngül gələr. Günahı savabından çox olar. Narahat olanda deyərlər, gətirin salavatlarını. Nə qədər maşallah salavat demişik indiyə qədər. Gətirərlər salavatları qoyan kimi tərəzini ağırlaşdırar. Onun da öz səbəbi var. Niyə də dayanmaq istəmirəm? Niyə salavat bu qədər tərəzini ağırlaşdırır? Fikir verirsinizsə, Şəban ayının dualarına baxın, salavatla başlayır. Məfatihdə baxsaz görərsiniz. Şəbaniyə münacatı var. Onu hərdən bir oxuyun. Amma tərcüməsi ilə oxuyun hökmən. Siz Allah bu dediklərimi yük hesab eləməyin. Şəbaniyə münacatda gözəldir. Oxuyun, görün Allahla necə danışarlar. Ləzzət alın. Oxuyun, ləzzət alın. O zat deməyin ki, hə, boynuma yük qoyuldu. Ay Allah, gedim indi bu... Yox, belə yox. Duanı başlamamışdan münacatı aç, tərcüməsinə bax, keyf elə, ləzzət eləsin sənə ki, gör adam Allah ilə necə danışır, necə münacat edir. Şəbaniyə münacatını da
ay ərzində nə qədər istəsəz oxuyun. Və bu ayda bu bayramlar ayıdır. Üçündə İmam Hüseyin ağanın mövlududur, Həzrət Əbəlfəz ağanın, İmam Səccad əleyhissalamın, 15-i Şaban İmam Zaman əleyhissalamın mövlududur. Ondan əlavə həm İmam Zamanın mövludu olmağına görə, həm də ümumiyyətlə Şaban ayının 15-ci gecəsi bütün məzhəblərdə fəzilətli gecədir. Qədir gecəsindən sonra ən üstün gecə Şaban ayının 15-ci gecəsidir ki, o da bu aydadır. Yəni çox gözəl bir aydır, mübarək bir aydır, bayram aydır, gözəl əhval-ruhiyyədə olaq, qəlbimiz şad olsun, sevinç içində olsun, başqalarının qəmlərini dağıtmaqla sevinək, yarandığımıza görə, var olduğumuza görə sevinək, mübarək Ramazan ayına, ilahi ziyafət ayına hazırlaşaq, özümüzü hazırlayaq. Çünki çox gözəl fürsətlərdir, ilərisində bizə verilir və Allahdan istəyirəm ki, bu ayın feyzindən bizi binəsib eləməsin və bu fürsəti